Herkese salam. Videoma, kanalıma hoş gəlmisiniz. Birazdan müştərim gələcək. Siz də mənimlə birlikdə bu prosesi izləyəcəksiniz. Açığı işləyəndə vaxtın necə keçdiyini hiss edə bilmirəm. Elə bilirəm indicə başlamışıq. Bir də baxıram ki, artıq hər şey hazırdır. Tac markasının belə bir içi şokoladlı bulkusu var. Mən bunu birinci dəfə görürəm. Gəlin görək içi necədir. Bulkanın içində əslində şokolad deyil, ortaya qarışıqdır. Nə cem deyil, nə də tam şokolad deyil. Bir cür dadı var idi. Bugün hər şey sürətlə gedir. Evi yığışdırıram, amma vaxt çox azdır. Birazdan müştərim gələcək deyə digər otaqları çəkməyə fürsət olmadı. Böyük markete getməyə, yəni vaxt yoxdur. Ona görə də məhəllə marketinə girəcəm. Orada da çox video çəkmədiyimə görə çıxanda görüşərik. Bilirəm, dəhşətli dərəcədə ağırdır. Kaçma qədər ağır olduğumu bilmirdim. Yəni, aldıqlarıma baxaq. Belə bir cipsi götürdüm. Sonra belə bir dondurma. Uzun müddətdir ki, bu dondurmanı çox bəyənirəm. Ona görə bundan götürdüm öz 2 dənə. Belə bir şirniyyat götürdüm. Belə İran şirniyyatları həqiqətən çox dadlı olur. Mən çox sevirəm. Üç dənə götürmüşəm bundan da. Və kofe. Kofe de götürdüm. Ben bir dənə soyuq kola. Qarpızım da buradadır. Artıq korreksiya prosesinə başlayırıq. İlk mərhələdə köhnə materialı ehtiyatla yonuram. Bu hissədə tələsmək olmaz. Çünki məqsəd həm köhnə örtüyü incəltmək, həm də müştərinin öz dırnağını qorumaqdır. Mən dırnağın üzərində həmişə nazik bir təbəqə saxlayıram ki, dırnaq zədələnməsin və növbəti mərhələ üçün sağlam baza qalsın. Dırnağın üstünü yonub bitirdikdən sonra pilkaya keçəcəm. Pilka ilə dırnağın formasını düzəldəcəm. Bütün kənarlarını bərabərləşdirəcəm. Mənim üçün ən vacib məqamlardan biri dırnağın hər tərəfdən simmetrik görünməsidir. Çünki gözəl nəticə yalnız rəngdən yox, düzgün formadan başlayır. Bunda dırnaqlarım təmizlənib deyənə. Dibləri, hə? Dibləri çox qəşəng görsənir. Korreksiya eləyəcəyik. Geli nazikləşdirdik. İndi üstünə gel qoyacağıq. Bu sınmış dırnağa üst forma eləyəcəm. Burada nömrələr də var. Geli çəkdik hal-hazırda. Bu qurumuş dırnaqdır. Digərini isə göndərdik aparata. Belə. Bir dənə topu qalıb. Bu ortadakını da üst forma ilə bərpa elədik. Və dırnağımızın son nəticəsi də hazırdır. Açığı bu dırnaq prosesini çox uzun çəkmədim. Düşündüm ki, vlog çox uzanır və hər kəs üçün maraqlı olmaya bilər. Amma əgər dırnaq qaynağı, istifadə etdiyim məhsullar və ya ümumiyyətlə dırnaqla bağlı videolar sizə maraqlıdırsa, mütləq şərhlərdə yazın hansı mövzuda ayrıca video görmək istəyərdiniz, hansı suallarınız var, hamısını oxuyacağım. İndi bu dondurmanı açacağım, sizinlə də bölüşəcəm. Son vaxtlar dediyim kimi buna öyrəşmişəm. Çox belə başqa tam verir də, çox qəşəngdir. Yəni bildiyimiz meyvəli dondurmalara heç bənzəmir. Evə bazarlıq eləməyə gedirik indi və mən bunu geyinəcəm. Belə bir şort. Yanında belə bir sarıçqa, qısa qol sarıçqa amma bunun qolları qısadır. Belə bir kombin eləyəcəm. Bu isə mənim açarlığımdır. Öz bürcümə uyğun. Bunu mənə qardaşım almışdı. Hələ də istifadə eləyirəm.
Mənim ən sevdiyim anlardan biri evdən çıxıb yolda olduğum anlardır. O qısa yol mənə elə gəlir ki, günün içində balaca bir fasilədir. Son vaxtlar həyatım tamamilə dəyişib. İndi hər şeyi saatla planlaşdırmalı oluram. Əvvəllər istədiyim vaxt çıxırdım, istədiyim qədər gəzirdim. İndi isə düşünürəm ki, bunu da çatdırım, onu da edim, vaxtında evə qayıdım. Amma qəribəsi odur ki, bütün bu tələskənliyin içində öz gözəlliyi olur. Deməli, mən artıq yavaş-yavaş həm marketə, həm də bazara çatıram. Görək bu dəfə siyahıdakılar alıb çıxacam, yoxsa yenə plan dəyişiləcək. Marketə girən kimi diqqətimi bir şey çəkdi. Açığı burada təmir işlərinin getdiyini heç bilmirdim. Deyəsən marketi yeniləyirlər, görəsən yeni stendlər əlavə edəcəklər, yoxsa ümumiyyətlə marketin görünüşünü dəyişəcəklər. Ay, çox qəşəngdir bu. Ay, bu da şirindir. Fincan sevgimizi kimsə sorğulamasın. Belə şirin minnaq fincanlar görəndə özümü saxlaya bilmirəm. İstəyirəm ki, hamısını alım. Pahalıya yeni məhsul gəlib. Bu maraqlı bir şey oxşuyur. Burada hamısı maraqlıdır. Mozzarella pendiri mənim ən sevdiyim pendirlərdən biridir. Əsasən də səhərlər tost üçün istifadə edirəm. Şor götürsən. Bir manata düşüb. Deyib bu. Şokoladlı çudo. Çudo. Ən sevdiyim. Üstə. Bir de şokoladlı götüreceğim. Ana. Tamam. Hansını deyirsən sən? Yok balacı yoktu. Bizim işine var ya balacı böyle. Hə, bildim, servalant yazır üstünə. 196. O yok o bir şey yapıyor. O birisi 4 manat. Ya bir de onu böyle bilirsiniz balacılar. Köyüne dönürsen sen. Bir de balacılar var ya. Bir tanesi. O Bu da en sevdiğim çikolata. Ay, bir de bunu uşaqlıqdan bəri çox sevirəm. Uşaqlıqda yəni ən sevdiyim şirniyyatdır bu. Bunu götürməsəm olmaz. Biskolata mod. Geldim sana taktım. İzmir'de var. Maraqlıdır hamısı. Hı? Çox qəşəngdir hamısı. Maraqlı sabun qablar. Hələ buna bax. Nədir? Ananaslıdır bu. Ananaslı sabun qabı. Kişi bir taraftan atılır. İndirimdədir bu. Ən sevdiyim saqqız. Ağlıma uşaqlıq xatirələrindən biri düşdü. İstəyirəm ki, sizinlə də bu kiçik xatirəni bölüşüm. Uşaqlığımdan marketə getmək mənim üçün həmişə biraz fərqli olub. Yadımda da atam marketə gedəndə demək olar ki, hər dəfə məndən soruşardı. Sən nə istəyirsən, sənə nə alım? Mən də təbii ki, uşaq olaraq deyərdim ki, şokolad al və yaxud konfet al. Belə şirin şeylər sevirdim uşaqlıqdan bəri, indi də eləyəm. Amma atam bir dənə xüsusiyyəti var idi ki, mən bir dənə istəyəndə heç vaxt bir dənə ilə kifayətlənməzdim. Məsələn, deyirdim ki, get mənə Snickersdən bir dənə al. Amma o gələndə hər dəfə 3-4 dənə ilə gəlirdi. Bir də ən çox xoşuma gələn şey o idi ki, marketə getməmişdən əvvəl zəng edib soruşardı, sənə nə alım, nə gətirim. Mən də səbirsizliklə o zəngini gözləyirdim hər dəfə. Ona görə isə uşaqlara ən çox verilən suallardan biri olaraq, anavı çox istəyirsən yoxsa atavı? Mən təbii ki, atamı deyərəm, çünki atamı həqiqətən çox sevirəm. Söhbət uzandı və biz girdik bazara. İndi isə bazardan lazımlı olan şeyləri götürüb çıxacağıq. Pomidorlar yaxşı söylüyorsun. Pomidorların yaxşı söylüyorsun. Ha? Kaçmazdı yani. Belki yaxşı pomidor. Bazarlıq da etdik, market alışverişini də bitirdik. İndi isə keçdik evə. Demək, qarğıdalını soydum. Belə qəşəng qoydum. Qadran işığını da yandıraram. Qarğıdalımı qoydum, qaynasın.
Vlogumu sonlandırıram. Beləliklə bugün də bitmiş olur. Bugün mənimlə birlikdə olduğunuz üçün çox sağ olun. Ümid edirəm ki, videonu izləyərkən sanki mənimlə bir gün keçirmiş kimi hiss etmisiniz. Əgər videonu bəyəndisə kanala abunə olub mənimlə belə vloqlarda yenə görüşə bilərsiniz. Mən də yeni videolarda sizi gözləyəcəm.